gecə Kəbənin ağuşu Fatimə binti Əsədin körpəsi üçün açılacaq. Peyğəmbərlik bağında ilk imamət nurunu və imamət ağacını əkən varlıq nəslindən məhsuldar olar. O kəs ki, bütün sözlər onun qüdrətini və əzəmətini təsvir edə bilməz və bütün məxluqat onun məqamı qarşısında baş əyir. Həzrəti Peyğəmbər onun vəsfində buyurur: Əlinin üzünə baxmaq ibadətdir. O, Zülfiqarın adını çəkməyə gəlir. O gəlir, Leylətül Məbidi canlandırsın. Bu gecə Fatimə binti Əsəd Kəbənin yeni doğulan körpəsini səmavi mələklərin hüzurunda qucaqlamaq və pak körpəsinin gözündə imamət və vilayət kitabının 1-ci fəslini izləmək üçün Kəbənin qonağı olacaq. Bayramınız mübarək olsun. Allah bizi Qur'an-ı Kərimin və Əhl-i Beytin həqiqi davamçılarından qərar versin. Allah Ağa İmam Zamanın zühurunu tezləşdirsin. İlahi, amin ya Rəbbəl aləmin.